Hörmətli müəllimlər və əziz tələbələr, Biokimiya fənnindən hazırladığımız elmi-praktiki konfransa xoş gəlmisiniz. Bizim bugünkü mövzumuz karbohidrat mübadiləsinin müayinə üsullarıdır. Və ümumiyyətlə karbohidrat mübadiləsi insan orqanizmində mühüm rol oynayır. Və artıq mübadilə proseslərində hər hansısa bir dəyişiklik getdikdə, bu birbaşa olaraq bizim orqanizmimizə negativ təsir göstərir və müəyyən xəstəliklərin yaranmasına səbəb ola bilər. Bəs karbohidrat mübadiləsinin patologiyaları zamanı hansı analizləri vermək lazımdır? Karbohidrat mübadiləsinin müayinə üsullarına aiddir. Qan glukozasının ölçülməsi, bura aiddir. Glukoza acılıq testi, glukoza tofluq, glukoza tolerantlıq testi, glukometr ilə glukozanın təyini, glikohemoglobin, fruktozamin testi, sidik analizin cepeptik testi, insulin səviyyəsinin ölçülməsi, homeostaz model qiymətləndirilməsi, yəni Homayer indeksi, daban testi, retinol bağlayıcı zülal 4. Düzdür, burada çox analizin adı var, amma bu günlərin biz yəni müasir analizlər haqqında danışacağıq. Glukozanı çıxmaq şərti ilə, deməli, ümumiyyətlə karbohidrat mübadiləsi dedikdə ilk ağlımıza gələn glukoza analizidir, glukozanın təyin olunmasıdır. Hansı ki, glukoza acılıq testi və bir də glukoza toxluq testi vardır. Glukoza acılıq testini təyin etməkdən ötürü ac qarnı 8 saat acılıqdan sonra glukoza qanda təyin olunur və normativ götürülür 70-100 mg arası. Əgər cavab 100 mg-dan çox olarsa, bu hala deyilir hiperglikemiya. Əgər 60-dan az olarsa, bu hala deyilir hipoglikemiya. Cavab 125 mg-dan çox olarsa, artıq yəni bu diabet haqqında bizə xəbər verə bilər. Bəzən də yəni prediabet halını təyin etməkdən ötürü lazım gəlir ki, toxluq qan şəkəri, hansı ki buna postprandial qan şəkəri də deyirlər, yəni bunun təyin olunmasına ehtiyac duyulur və bu zaman artıq yemək qəbulundan 2 saat sonra təyin olunur və normativ götürülür 140 mg-a qədər. 140 mg-la 200 mg arası cavab çıxarsa, bu prediabet, 200-dən çox çıxarsa, bu artıq diabet riski olduğu haqqında bizə xəbər verir. Bizim növbəti analizimiz glikohemoglobindir. Glikohemoglobin nədir? Glikohemoglobin qanda deməli glukoza hemoglobinlə birləşmiş şəkildə olur və ümumiyyətlə hemoglobin eritrositlərin tərkibindədir deyə və eritrositlər də təxminən 120 gün yaşadıqlarına görə glikohemoglobindən analiz verərək son 2-3 ay ərzində olan glukozanın miqdarı haqqında biz məlumat əldə edə bilərik. Ümumiyyətlə glukoza ilə hemoglobinin birləşməsi, yəni geri dönüşü olmayan bir prosesdir və ona görə də artıq eritrositlər parçalanana qədər glukoza hemoglobinlə birləşmiş şəkildə olur. Və burada da məsələn görə bilərsiniz, eritrositin içərisində glukoza hemoglobinlə birləşmiş şəkildədir. Ümumiyyətlə glikohemoglobindən kimlər analiz verməlidir? Düzdür, sağlam insanlar da analiz verərək glukozanın miqdarı haqqında məlumat əldə edə bilərlər. Amma şəkərli diabetin skriningi zamanı, məsələn, şəkərli diabet xəstəsidirsə və müalicə alırsa, onu da yəni glikohemoglobindən analiz verməsi daha məqsədə uyğundur. Çünki məsələn, bununla da xəstəliyin müalicəyə tabi olub-olmamağını biz öyrənə bilərik. Misal üçün, əgər şəkərli diabet xəstəsi analiz veribsə və cavab 4-6% arası çıxıbsa, bu xəstəliyin yaxşı kompensasiya olunması haqqında, əgər 7-8% arası çıxıbsa, bu xəstəliyin subkompensasiyası, əgər 9-14% arası çıxıbsa, bu xəstəliyin dekompensasiyası haqqında xəbər verir ki, bu deməkdir ki,
xəstəlik müalicəyə tabi olunur və müalicə növünü dəyişmək lazımdır. Bizim növbəti analizimiz insulin analizi. İnsulin hər birimizin bildiyimiz kimi mədə-altı vəzin Langerhans adacıqlarının beta hüceyrələri tərəfindən sintez olunur. Bəs insulinin funksiyası nədir insan orqanizmində? Əlbəttə ki, glukoza səviyyəsini qanda normada saxlayır. Hansı yolla saxlayır? Hüceyrələrin üzərində insulin reseptoru var ki, insulin həmin reseptorla birləşir və glukoza kanalı açılır. Glukoza kanal vasitəsilə hüceyrəyə daxil olur və glukoza 6 fosfata çevrilir bununla da. Və ümumiyyətlə onu da bildirim ki, insulin eyni zamanda da qanda orqanizmdə lipogenez prosesini də sürətləndirir, yəni lipidlərin sintez prosesini sürətləndirir. Və bu şəkildə də məsələn görə bilərik ki, sağlam insanın orqanizmi mədə-altı vəz normal miqdarda insulin hasil edir və insulin yəni reseptorla birləşir və hüceyrəyə daxil ola bilir glukoza. Birinci tip şəkərli diabetdə adətən yəni insulin hasil olunmadığına görə glukoza hüceyrəyə daxil ola bilmir. İkinci tip şəkərli diabetdə isə insulin hasil olunur. Amma hüceyrələrdə insulin direnci yarandığına görə insulin reseptorla birləşə bilmir və bunun üçün də yenə də glukoza hüceyrəyə daxil ola bilmir. Ümumiyyətlə onu da qeyd edim ki, məsələn şəkərli diabetin artıq başqa növləri də var ki, məsələn MODI və LADA növləri var. Hansı ki, LADA diabet böyüklərin latent autoimmun diabetidir ki, bu zaman böyüklərdə birinci tip şəkərli diabet müşahidə olunur. Məsələn, autoimmun xəstəliklər buna səbəb ola bilər. Və MODI növündə isə əksinə uşaqlarda ikinci tip şəkərli diabet müşahidə olunur ki, bunun da səbəbi genetik mutasiyalar ola bilər. Bizim növbəti indeksimiz Homayer indeksidir. Homayer indeksinin təyin olunmasının həqiqətən də çox böyük əhəmiyyəti vardır. Çünki bəzən ola bilər ki, məsələn, biz öz orqanizmimizdə hər hansısa bir şübhə hiss edək ki, məsələn, bizdə direnç var, insulin direnci var və neyimirik? Əlbəttə ki, ilk olaraq analiz veririk. Nədən? Glukozadan analiz veririk. Məsələn, ola bilər ki, ev şəraitində glukometrla yoxlasınlar və yaxud da ola bilər xəstəxana şəraitində həm glukozadan analiz verilsin, həm insulindən analiz verilsin. Məsələn, elə burada da gördüyümüz kimi, ümumiyyətlə Homayer indeksi necə hesablanır? Glukoza ilə insulinin miqdarı təyin olunur, amma glukoza acılıq glukozanı təyin etmək lazımdır. Və cavabları vurulur 22,5 indeks deməli 22,5-ə bölünür. Və məsələn norma alınmalıdır 2-dən az. 2 ilə 2,7 arası çıxırsa cavab bu meyillilik, 2,7-dən çox çıxırsa bu insulin direnci haqqında xəbər verə bilər. Məsələn, əgər insan analiz veribsə və onun glukozasının miqdarı 4,5 çıxır. Məsələn, biz götürürük normativi 3,33 ilə 5,55 arası. İnsulinin normativi götürülür 2 ilə 24 milivahid arası. Amma məsləhət görülür ki, 10-12 milivahiddən aşağı çıxsın cavab. Məsələn, insan analiz verib və bu cür göstəricilər əldə edibsə, rahat ola bilər, öz-özünə düşünə bilər ki, bəli, məndə hər bir şey qaydasındadır orqanizmimdə. Çünki hər iki cavabın norma səviyyəsində çıxıbdır. Amma artıq biz Homayer indeksini hesablayanda tam başqa mənzərə ilə qarşılaşırıq. Çünki burada görüldüyü kimi artıq həmin insanda insulin direnci var. Əlbəttə ki, bu da daha sonra artıq şəkərli diabetin yaranmasına səbəb ola bilər. Və buna görə də məsləhət görülür ki, insulinin miqdarı 10-12 milivahiddən aşağı olsun. Artımın səbəbləri nələr ola bilər? Artan insulin direnci, metabolik sindrom, piyələnmə, ikinci tip şəkərli diabet, ürək damar xəstəlikləri. C-peptid testi. C-peptid, bunun digər adı connecting peptid gedir. Çünki həm C-peptid, həm insulin, hər ikisi proinsulindən əmələ gəlirlər. Yəni proinsulin parçalanır, 82 amin turşu qalığından ibarətdir, parçalanaraq 51 amin turşu qalığından ibarət olan insulini və 31 amin turşu qalığından olan C-peptidi əmələ gətirir. C-peptid analizini kimlər verməlidir? Əgər
Egzogen şəkildə kim ki insulin qəbul edirsə, məsələn, preparat şəklində, inyeksiya şəklində, həmin insanlar endogen, yəni öz orqanizmimizdə sintez olunan insulinin miqdarı haqqında məlumat əldə etmək istəyiriksə, C peptiddən analiz verməliyik. Çünki artıq bu insanlar egzogen şəkildə insulin qəbul edirlər deyə, endogen insulin, yəni insulindən analiz verərək endogen insulinin miqdarı haqqında məlumat əldə edə bilməyəcəklər. Düzdür, C peptidlə insulinin miqdarı tam olaraq üst-üstə düşmür. Çünki insulinin lazım olmayan hissəsi adətən orqanizmdə, qaraciyərdə insulinaza fermentinin iştirakı ilə parçalanır. Amma yenə də deyilir ki, yəni korrelyasiya etdiklərinə görə yenə də C peptidi təyin edərək endogen insulinin miqdarı haqqında məlumat əldə edə bilərik. Mən GALT genindən danışım, hansı ki GALT geni 9-cu xromosomda 13,3 lokusunda yerləşmiş şəkildə olur və GALT geni eyni adlı fermenti galaktoza 1 fosfat uridin transferaza fermentini kodlaşdırır və bu genda dəyişiklik, mutasiya baş verdikdə hansı ki 300-ə yaxın mutasiya ola bilər və xəstəliyin ağırlıq dərəcəsi də buna görə dəyişilir. Adətən orqanizmdə bu ferment çatışmır, defisiti olur ki, bu da galaktozemiyanın yaranmasına səbəb olur. Galaktozemiya xəstəliyi zamanı galaktoza qlükozaya çevrilə bilmir və orqanizmdə toplanaraq orqanizmi zəhərləyir, yəni toksiki təsirə malikdir. Ona görə də, məsələn, galaktozemiya ilə doğulan körpələrdə anadan gəlmə, məsələn, artıq bilinmədikdə ki, bu körpədə galaktozemiya var, süd verildikdə, çünki galaktoza laktozanın tərkibindədir, laktoza isə süd şəkəridir. Buna görə də artıq həmin körpədə ciddi negativ təsirlər olur artıq orqanizminə. Misal üçün, əgər bilinməsə və galaktozemiyalı körpəyə süd verilsə nə baş verə bilər? Beynin zədələnməsi, gözdə kataraktanın yaranması, sarılıq, qaraciyərin böyüməsi və ürəklərin zədələnməsi kimi hallara gətirib çıxarda bilər. Bəs biz nə etməliyik? Əlbəttə ki, daban testi verməliyik. Daban testi nədir? Deməli, daban testi körpə doğulduqdan 3-5 gün ərzində verilən analizdir ki, daban nahiyəsindən götürülür və daban nahiyəsi ilk olaraq dezinfeksiya olunur və lansetlə deşilir və xüsusi bu cür kağıza və dairə hissələrinə, yəni qan nümunəsi əlavə olunur. Hansı ki, kağızın digər hissəsində də artıq uşağın məlumatları yazıla bilər və daha sonra artıq laboratoriyaya göndərilir. Ümumiyyətlə, daban testinin rolu nədir? Daban testi vasitəsilə, hansı ki, buna neonatal skrininq də deyilir, 35 növə yaxın metabolik xəstəliyi aşkar etmək mümkündür. Misal üçün, bunlardan galaktozemiya, fenilketonuriya, hipotireoz, mukovistsidoz, hemolitik anemiya, ürəyin işemik xəstəliyi və sairə xəstəlikləri ayırt etmək mümkündür. Və əlbəttə ki, uşaq doğulduqda artıq daban testi verildikdə və bəlli olduqda ki, həmin körpədə hansı xəstəlik var və onun müalicəsi nə qədər tez başlanırsa, onun inkişafı üçün də bir o qədər yaxşı olar. Növbəti analizimiz fruktozamin testidir. Fruktozamin nədir? Glukoza ilə albuminin birləşməsinə deyilir. Bəli, qanda glukoza nəinki hemoqlobindən, eyni zamanda plazma zülallarından olan albuminlərlə də birləşmiş şəkildə olur. Və plazma zülalları adətən 14-21 gün ərzində yaşayıb parçalandıqlarına görə fruktozamindən də biz analiz verərək deməli, son 2-3 həftə ərzində olan glukozanın miqdarı haqqında məlumat əldə edə bilərik. İndi sual yarada bilər ki, glikohemoglobin ola-ola biz nəyə görə fruktozamindən analiz verək? Fruktozamindən kimdən analiz verməlidir? Hemolitik anemiyası olanlar, qanaxması olanlar, hansı ki onlar onsuz da glikohemoglobindən analiz verib düzgün nəticə əldə edə bilməyəcəklər. Və yaxud da şəkərli diabet xəstəsidirsə və həkim ona yeni bir preparat təyin edibsə və daha tez məlumat əldə etmək istəyirsə ki, məsələn, bu preparat xəstəyə nə cür təsir göstərir, yenə də fruktozamindən analiz verə bilər. Düzdür, tək fruktozaminin özündən ayrıca
analiz vermirlər. Əlbəttə ki, kompleks şəklində olmalıdır müayinə. Və nəhayət, retinol bağlayıcı zülal. Retinol bağlayıcı zülal adipositlər tərəfindən, P hüceyrələri tərəfindən sintez olunur və onu artıq orqanizmdə yavaş-yavaş belə deyək, dəyişiklik baş verdikdə retinol bağlayıcı zülalın miqdarı düşür aşağı və dərhal glukoza daşıyan zülal var orqanizmdəki, GLUT4 zülalı deyilir. Həmin zülalın miqdarı retinol bağlayıcı zülalın miqdarı artır və GLUT4 zülalının miqdarı bu zaman deməli azalır orqanizmdə. Artıq retinol bağlayıcı proteinin miqdarının artması da ona gətirib çıxardır ki, xüsusi bir ferment var, fosfogenol piruvat karboksikinaza fermenti. Hansı ki bu fermentin belə deyim, aktivliyinin çoxalması gluconeogenez prosesinin fəallaşmasına səbəb olur ki, yəni karbohidrat olmayan maddələrdən glukozanın sintez prosesi çoxalır və bu da artıq ona gətirib çıxardır ki, qanda glukozanın miqdarı yüksək səviyyədə qalır və insulin direncinin yaranmasına səbəb olur. Yəni retinol bağlayıcı zülalın miqdarının artması insulin direncinə gətirib çıxardır və hətta ən maraqlısı da odur ki, retinol bağlayıcı proteini təyin edərək 2-3 il öncədən artıq orqanizmimizdə insulin direncinin yaranıb-yaranmaması haqqında biz məlumatı əldə edə bilərik. Əlbəttə ki, insanda artıq bu məlumat olduqda o həyat tərzini dəyişib idmanla məşğul olub və qidalanmasına fikir verərək bunun qarşısını ala bilər. Diqqətinizə görə təşəkkür edirəm və bizim 2 videomuz var. Glikohemoglobinin təyin olunması haqqında və davam testinin götürülmə qaydası haqqında. Buyurub izləyə bilərsiniz.